Salamlar, hər birinizi xoş gördük. Axşamınız xeyir, xoş gördük. Müəllimlər yəqin qoşulacaq. Aynur müəllimə dedi, biraz gec qoşulacam yazmışdı. Aha, tamamdır. Deməli, bugün ayın ikisidir. Ceyhuna müəllimə buradadır. Bəyim müəllimə buradadır. Digər müəllimlər də yəqin ki, qoşulacaqlar. Belə, biz keçən dəfədən testlərimiz qalmışdır. Biz keçən dəfə 20 testi yoxlamışdıq və digər 25 testi yoxlamamız qalmışdı. Ceyhun müəllimə, siz bütün testləri bitirdinizmi? Bəli, 40 dənəsini yazmışam, cəmi 5 dənəsi qalıb. Onu da yəqin ki, yekunlaşdıraram. Aha, Bəyim müəllimə, siz testi yaza bildiniz? Mən yazdım, amma belə deyim də 1-dən 20-yə qədər olan hissəni buraxdım, onu hələ ki yazmadım. Aha. Amma 20-dən 45-ə qədər olan hissəni yazmışam. Tamam, indi onları yoxlayacağıq. Rəqsan müəllimə, Bəli. bitirmisinizmi 45-ə qədər testi? Bəli, bitirmişəm hamısını. Aha. O zaman ilk öncə testə biz baxacağıq. Digər müəllimlər də yəqin ki, qoşulacaqlar. Mən də paylaşım edəcəyəm. Müəllim, bir şey söyləmək istəyirəm. Mən bu testi hardan yoxlaya bilərəm? Çünki səhvimi düzümü bilmirəm. Elə həmin PDF-in sonunda cavablar var. Bilirsiniz necə, mən o PDF-dən əslində testi də yaza bilərdiniz. Siz mənə atmışdınız. Sadəcə olaraq PDF çox ləng gedir. Yəni bir-bir səhifə açıla-açıla irəliləyir. O da gec olur. Onu mənə SS edib ata bilərsinizmi? Mən bu dəqiqə ata bilmirəm, çünki bu dəqiqə mən sistemə girmişəm. Amma kim PDF-i aça bilirsə, o yəqin ata bilər. Kaş ki, siz bayaq deyərdiniz, elə onu da kimsə şəklin çəkib atardı sizə. Eyb yoxdur. Sonra da ata bilərlər də yəqin. Yoxlayarım. Ataram. Bizdə də 15 dənə test var. Ona da baxım elə indicə müəllim izah eləyənə kimi. Onu yazım, ataram indi bu dəqiqə. Tamam olar. Aha, gəldik belə. Deməli, biz 1-dən 20-yə qədər yoxlamışdıq. Və bizdə qalır 21-ci testdən etibarən qalıb. 21-ci testə gəlib. Birinci test. Aha, başladıq. Səhvlərimizi deyək və səhvlərimizi izah eləməyə başlayaq. Və bir daha xatırlatma eləmək istəyirəm ki, diferensiallaşdırma odur ki, hər bir şagirdin öz bacarığına görə, qabiliyyətinə görə və ya ixtisasına görə onlara fərq qoymaq, ya da ki, onları nəzərə almaq. Məsələn, kimin ki, rəssamlıq qabiliyyəti varsa, müəllim çalışır ki, o bu qabiliyyəti ilə öyrəndiyi bacarığı nümayiş etdirə bilsin. Çünki bizə lazımdır ki, yəni şagird bunu öyrənibmi, bu bacarığı, mahiyyətini başa düşübmü? Yəni, bunu rəssam şəkil çəkərək göstərə bilər. Deyək ki, kimisə prosesi yerinə yetirərək göstərə bilər. Kimisə, məsələn, mən keçən dəfə nümunə göstərdim, yaz fəslindən söhbət gedirsə, kimisə yaz fəsli haqqında məlumatı şeirlə göstərə bilər. Yəni, bizim insanlara, şagirdlərə tanıdığımız bu şans, bu fərqlilik, hərəsini özünün ifadəsinə köməklik göstərir. Və biz buna diferensiallaşdırma deyirik. Və dərsdə 4 komponentdə özünü göstərə bilir. Məzmunda, prosesdə, nəticədə, bir də qiymətləndirmədə. Gəldik səhvlərimizə. 21-dən etibarən başlayaraq kimin nədə səhvi varsa desin, mənə zəhmət olmasa. Məndə elə 21. 21-ci testdə ilk öncə gəlirik. 21-ci testdə uyğunsuzluq istəyir müəllimə. Yəni, normalda biz uyğunluğu həmişə axtarırdıq. Burada uyğunsuzluq istəyirsə, bu o deməkdir ki, doğru tərəfdə yanlışı tapmalıyıq, yanlış tərəfdə doğrunu tapmalıyıq. O zaman baxaq. Doğruya baxaq. Dərs prosesi zamanı şagirdlərin öyrənmə sürəti nəzərə alınmalıdır. Yəni, bu doğrudur.
Müəllim şagirdlərə onların fəaliyyəti haqqında informasiya verdikdə belə diferensial yanaşa bilər. Bu da doğrudur. Bu təlimdə əsas məqsəd bütün şagirdlərin qarşı qoyulan məqsədə çatmalarıdır. Bu da doğrudur. Diferensiasiya layihələrində həyata keçirilməsi zamanı da təmin edilə bilər. Bu da doğrudur. Göründüyü kimi 4 dənə fikrin 4-ü də doğrudur. Demək ki, doğruda doğrunu bizdən istəməyiblər, uyğunsuzluq istədiyinə görə yanlışdakı 2 doğrunu biz götürəcəyik. Cavab olacaq 3-dən 4. Əgər uyğunluq istəsəydi 1-2-ni götürərdik. 4 Samir fikrin müəllim, mən 4-ü də indi yoxladım doğrudur. testi. Hə. 20-dən 45-ə qədər olan hissəni. Aha. 26-cı sualda səhvim var. Baxarıq mən, hələ ki 21-i izah edirik. 21 aydın oldu mu? Kimdə səhv idi 21? Bəli, müəllim, məndə idi səhv. Aha, aydın oldu mu? Bəli, müəllim. 26-ya qədər kimin səhvi var? 26-ya qədər. Ceyhunə müəllimə səhviniz var idi. Özün üçün mən səhvlərimə baxmışam, eləmişdim, məsəl üçün 24-də səhv eləmişdim. Daha doğrusu tərəddüdlü qalmışdım Y-ci arasında. 24. Müəllim dərsdə yeni mövzunu şifahi şəkildə şərh edərkən şagird müəllimi diqqətlə dinləyir və özü üçün çoxlu qeydlər aparır. Müəllimə qeyd aparır, dinləmə varsa, oxuyub yazaraq öyrənmək necə bəndidir burada? Siz nə ilə tərəddüddə qalmışdınız ki? Mən qeydləri oxuyub yazaraqdadır, amma biraz dinləyərək sözün audialda da var idi axı dinləmək. Axı audialda qeydlər aparmaq yoxdur. Audio sadəcə dinləməkdir. Sonra baxdım mən kitabdan ki, orada elə bir şey var, amma biraz da indi mən o sualı qarışdırdım. Hansı sualdasa yenə bir oxumaqla, audialma ilə bərabər o qeydi hara qoymuşam, indi baxıb deyərəm. Deməli, müəllimə, bu tipli testdə qətiyyən qarışıqlıq yarana bilməz. Zaten 4 dənə öyrənmə tərzi var. Biri görməkdir sadəcə, biri yalnız eşitməkdir. Biri isə eşitməklə, oxumaqla yanaşı yazmaq var. Biri isə toxunmaqladır. Burada da qeydlər aparır məsələsi varsa, burada artıq ikinci bir varianta ehtiyac yaranmır. Düzdür, burada siz haqlı şəkildə deyirsiniz ki... Oxuyub yazarağı yadımdan satmışdım, nə yalan deyim. Aha. Dinləmək, eşitmək, kinestika, orada çaşmıram, vizualda da çaşmıram. O oxuyub yazarağı elə bir testi oxuyanda yadımdan çıxartmışdım. Aha. Orada bir Bəli. Oxuyub yazaraq bizim içimizdə ən çox yayılan formadır. Çünki hələ indinin özündə də yazıb öyrənmə metodundan çox istifadə olunur. 24-dən gəldi 26-ya. 26-cı sual deyir ki, müəllim şagirdlərə tapşırıqların birlikdə və ya fərdi, bəzilərinin isə sinifdə və ya sinifdənkənar icrasına icazə verir. Müəllim dərsin hansı komponentində diferensial yanaşmanı təmin etmiş olur? Baxın, biz xatırladaq ki, sinifə qədərki proses məzmun idi. Yəni, mən bu mövzunu uşağa keçirəm, uşağa çatar, yoxsa çatmaz. Amma uşağın gördüyü iş, yəni uşaq ki, mən fəaliyyətə cəlb edəcəyəm, uşağın o fəaliyyət prosesi isə adlanır proses. Fəaliyyət proses adlanır. Mənim üçün nəsə gətirirsə, olur nəticə. Burada da söhbət prosesdən gedir. Burada başqa variant zaten yoxdur. A bəndidir cavab. Proses. Yəni, müəllim şagirdləri arasında fərq qoyur, diferensiasiya aparır və onların, məsələn, deyək ki, biz onları məsələndə tədqiqatın aparılması mərhələsində biz onlara hər hansı bir tapşırıq verə bilərik. Həmin araşdırma tapşırığı nəticəsində bunlar nəsə öyrənə bilərlər. Biz o tapşırığı verəndə düşünürük ki, axı şagirdlər bizim sinifdə hansı səviyyədədir? O tapşırıq onların hamısını əhatə edə bilirmi? Yəni, şagird bu işi görür, yəni nəticədən söhbət getmir. Nəticəni bizə hansı formada göstərəcək, o nəticə yanaşmasıdır. Nəticəyə qədər ki, işlər ki var, bunlar araşdırma aparacaqlar, kimisi deyək ki, qrup işində, kimisi fərdi şəkildə işləyəcək. Bunu mən nəzərə alıramsa, bu artıq proses komponentidir. Aydındırmı 26? Bəli, müəllim, aydındır. Tamam. Növbəti sualımız hardadır? 32.
32-yə 28 yazmıyorum. 28-ə qədər var. Kimdəsə 28-ə qədər. Hə, yoxdur. 28-də yenə doğru yanlış cədvəlini bizdən istəyir. Uyğunluğu bizdən istəyir. Yəni ki, doğruda doğrunu tapacağıq. Yanlışda yanlışı tapacağıq. İndi bunları bir-bir oxuyacağıq. Tapşırıqlar hazırlayarkən Bloom taksonomiyası müxtəlif mərhələlərinə uyğun hazırlamaq daha məqsədə uyğundur. Bəli, bu düzgün fikirdir. 2. Tapşırıqların çətinlik dərəcəsi affektiv taksonomiyaya əsaslanmalıdır. Xeyr. Tapşırıqlar ümumiyyətlə çətinlik dərəcəsi də idraki əsaslanır adətən. 2 yanlışdır. Yəni, doğru tərəfdə 1-i götürəcəyik, 2-ni götürməyəcəyik. Gəldik yanlış tərəfdəki sütuna. 3-ə baxırıq. Uğurlu diferensial təlim özündə məzmunu müxtəlif yollarla çatdırmağı etibar edir. Bu doğru fikirdir, amma götürə bilmərik. Niyə? Yanlışda doğru götürə bilmərik də, yanlışda yanlış axtarırıq biz. 4-ə baxırıq. Şagirdlərin potensial imkanlarını artırmaq üçün onlara eyni səviyyədə tapşırıqlar hazırlanmalıdır. Bu səhvdir. Eyni sözü burada varsa diferensial yanaşma pozulur. Şagirdlər üçün bərabər imkanların yaradılması tələbi pozulur. Ona görə də yanlışda 4 yanlışdır, doğruda isə 1 doğrudur. Cavab 1, 4, yəni B bəndi. Siz nə yazmışsınız buna? Yəni siz nə yazmışsınız buna? Mən heç bir şey yazmamışdım, çünki taksonomiyanı bilmirəm, yəni unutmuşam da. Aha. Onda gəl biz belə deyək. Biz indi bunu bir xatırlatma eləyək. Ümumiyyətlə dərs prosesində tapşırıqlar hazırlananda, məqsədə gedən yollar düşünüləndə, şagirdlər üçün hədəflər qoyulanda demək olar ki, əksər hallarda, bəlkə də 99%, bəlkə daha çox hallarda biz məhz idrak taksonomiyası ilə işləyirik. Çünki birinci dərk etmə gəlir. Dərk etmədən sonra ona münasibət bildirmək gəlir. Münasibət də doğru olarsa, artıq özünü hərəkətdə göstərər, psixomotorda göstərər. Ona görə biz qiymətləndirmə zamanı, məqsədlər zamanı, yəni planlaşdırma zamanı idrak taksonomiyasından çox istifadə edirik. 28-dən sonra 32-yə qədər varmı sual? 29-da məndə səhv çıxıb mənim. Tamam, gəldi 29-a. Yenə bizdən uyğunluq istəyir. Yenə də uyğunluq o deməkdir ki, doğruda doğru tapmalıyıq, yanlışda yanlış tapmalıyıq. İndi isə biz baxaq. 1. Tədris prosesində dəyişkən qruplar yaratmaqla diferensiallaşmanı təmin etmək olar. Bu düzgündür. Nəyə görə düzgündür? Çünki elə müəllim var ki, həmişə eyni qrup yaradır. Bu yanlışdır. Qruplar tez-tez dəyişməlidir. Heterogen olmalıdır, homogen ola bilməz. Heterogen olunca fərqli olmalıdır və tez-tez dəyişilməlidir. Yəni, 1 doğru yanaşmadır. 2. Müəllimin qiymətləndirmə zamanı da şagirdlərə fərdi yanaşma təmin etməsi lazımdır. Əlbəttə ki, bu mütləq şəkildədir. Çünki biz bunu zaten bildirdik də, qiymətləndirmədə diferensiallaşma odur ki, müəllim onlara konstruktiv rəy bildirir. Konstruktiv rəy hər bir şagirdə ayrıca verilməlidir. 1-dən 2 doğrudur, yanlışa baxaq. Müəllim şagirdləri ümumi meyar əsasında qiymətləndirdikdə, bu zaman tədris diferensiallaşmır. Əlbəttə ki, bu fikir də doğrudur və yanlış deyil. Yəni, yanlış olsaydı götürərdik, yanlış deyil. Çünki ümumi qiymət verəndə bu doğru sayılmır. Uşaq fərqlənəndə belə ümumi qiymətin balına ümumi qiymətləndirilmiş olur. Yəni, ümumi qiymətləndirmə diferensiallaşma deyil. Burada da yazır ki, diferensiallaşmır, yəni bu doğru fikirdir. Biz yanlış tapmaq istədiyimizə görə biz, yəni 3 ilə işimiz yoxdur, götürə bilmirik. 4-ə gəldik. Diferensiallaşma tədrisin effektiv şəkildə qurulmasına, səmərəli öyrənmənin baş verməsinə təsir edir. Bu da düzgündür. Deməli, 4 dənə fikir verilir. 4-ü də doğrudursa və biz uyğunluğu axtarırıqsa, yalnız doğrudakı 1 və 2-ni götürəcəyik. Cavab olacaq D bəndi. 1, 2. Uyğunsuzluq istəsəydi, yanlışdakını götürərdik, 3, 4-ü götürərdik. Bu 4 fikrin 4-ünü də yadda saxlayın, çünki bizə qəbul imtahanlarında, əsas imtahanında, yəni İMT-də bu test düşməyəcək də, amma bunun içindəki cümlələr ki var, ondan istifadə olunacaq.
32-yə qədər gəldi 32-ci testdə. Müəllim dərsi tədris edərkən mövzunu həm danışaraq izah edir, həm təqdimat nümayiş etdirir, həm də şagirdlərin fərdi olaraq öyrənmələri üçün şəraiti nəzərə alır. Müəllim dərsin hansı komponentində diferensial yanaşmanı təmin etmiş olur? Cavab prosesdə. Niyə? Çünki artıq dərsin içindədir. Dərsə qədər olsaydı məzmun götürərdim. Evdə fikirləşir ki, mən bu informasiyam şagirdə uyğundur ya yox. Artıq dərsin içindədir. Dərsin içində proses gedir, iş gedir. Şagirdin gətirəcəyi yekun məlumatdan söhbət getmir. Müəllimin şagirdi cəlb etdiyi fəaliyyətdən söhbət gedir. O zaman da biz bunu proses götürməliyik. Başqa cavab qalmır. Yəni, cavab prosesdir. Siz nə yazmışdınız? Mən orada nəticə götürmüşdüm. Müəllim, Səhvimi başa düşdüm. Mən orada bir söz bəli, nəticəni bəli. görə götürmüşdüm. O danışaraq izah edir. Dedim yəqin ki, o dinləyərək, o eşitməklə audial olaraq başa düşüb nəticə götürmüş. Müəllimə baxın, burada kim danışaraq izah edir? Müəllim danışaraq izah edir. Şagird danışaraq təqdim eləmir axı. Mən başa düşdüm müəllim. İndi başa düşdüm. Şagirdin təqdimatı olanda biz o nəticə götürürük. Nəticə şagirdlərin yekun təqdimatıdır. Yəni öyrəndiklərinin yekun nümayişidir. Biz belə baxa bilərik. Müəllimin izahı hələ ki prosesdir. Evdə düşünəndə ki, mən mövzunu nətər keçməliyəm, bu uşağa çatar, çatmaz, dərsə qədər ki düşünmək isə bu gedir məzmun. Aydındırmı buraya qədər? Yəni müəllim, çox sağ olun. Təşəkkürlər. 32-dən sonra kimin nədə səhvi var? 39-u yazmamışam. 34 məndə var. 34. Gəldi 34-də. Nazər müəllimə qoşulub mu dərsə? Xeyr müəllim, adı yoxdur burada. Dərsdə yoxdur. Gəldi 34-də. Müəllim şagirdlərə müxtəlif mənbələrdən istifadə etməklə təsviri xarakterli mətni müxtəlif formada təqdim edə biləcəkləri tapşırığı verir. Nə edirlər? Uşaqlar təqdim edəcəklər. Yəni, nəticədir də bu. Yəni, izahdan söhbət gedmir axı, artıq şagirdin işindən söhbət gedir. Müəllim artıq düşünür ki, izahdan söhbət gedmir, izah bitib artıq. Müəllim tapşırığı elə verir ki, şagird o tapşırığı o cür təqdim edə bilsin. Deməli, söhbət nədən gedir? Nəticədən gedir. Bir daha xatırladım, məzmun dərsə qədərki hissədir. Proses dərsin girişində müəllimin izahatında şagirdin fərqlərinin nəzərə alınmasıdır. Nəticə isə şagirdin öyrəndiyinin nümayişi ilə bağlı yaranan bir hissədir. Burada da şagird öyrəndiyini nümayiş etdirəcək, ortaya bir təqdimat çıxaracaq. Ona görə də bu nəticəyə aiddir, A bəndinə aiddir. Başa düşdüm müəllim, çox sağ olun. Çox sağ olun. 34-dən sonra 39. 39. Aha, gəldi 39-a. Şagird bilir ki, əldə etdiyi yeni məlumatları fikirdə canlandırdıqda daha yaxşı anlama baş verir. Deməli, söhbət nədir? Söhbət metakognitivdən gedir. Şagird müvafiq olaraq hansı biliyə və öyrənmə tərzinə malikdir? Əla. Deməli, ümumiyyətlə özü haqqında məlumatlı olmaq metakognitivdir. Canlandırmaq gözündə təsəvvür etmək isə vizualdır. Cavab olacaq A bəndi. Siz nə yazmışdınız bunu? Mən bunu yazmamışdım. Düzdür, öyrənmə tərzini bildim, vizualdır. 2 dənə variant var idi orada. Ya prosedural bilik olmalı, ya da metakognitiv. Bilikləri bilmədiyim üçün növləri, yəni necə izahatı verilirdi onu. Ona görə götürmədim. Heç birisini bilmədim. Müəllimə, mən yadıma salarsınız, mən sizə bir video atacağım. Biz onu izah eləmişik, YouTube-da da yerləşdirmişik. Bəli. O izaha baxarsınız, orada həm biliyin növlərini ətraflı şəkildə görəcəksiniz, həm də fəaliyyətin növlərini görəcəksiniz. Onda artıq tam aydın olacaq sizə. Bəli, olar. Göndərərsiniz. 39-dan sonra
43. 43. 43. Şagirdlərə mövzu ilə bağlı təcrübə işi aparmaq tapşırılır. Bu tapşırıq daha çox hansı öyrənmə tərzinə malik Kinestetik olacaq. şagirdləri İndi bax, cəlb edər? Ümumiyyətlə təcrübə aparmaq, eksperiment aparmaq, hərəkət var da ekspedisiyanın müəllim. özü, yəni prosesin içinə girir də bu. Prosesin içinə girirsə, prosesə toxunur, proseslə təmasdadır. Ona görə də biz bu testin cavabını kinestetik götürəcəyik. Təcrübə işə toxunmaq deməkdir. Praktika işin içində olmaq deməkdir, işlə təmasda olmaq deməkdir. Praktikaya, təcrübəyə heç vaxt nə audial demək olar, nə vizual demək olar. Ona görə cavab burada olacaq B bəndi, kinestetik. Müəllim, mən qəbulda iştirak eləyəndə bu sual düşmüşdü. Eyni bu sual. Olar, çünki bu standart sualdır. Çoxlu yerlərdə bu suallar var. Yəni, yaranan suallardan biri də budur. Yəni, bunun üçün qeyri-adi, deyim ki, yəni, təfəkkür istifadə olunmuyor da, adi standart sualdır. Yəni, məndə 5-6 dənə kitab var ki, hamısında bu, eyni də bu sual var. Gözlənilən suallardan da ona görə. Təcrübədir. Sonra məsələsində bir nümunə də sizə göstərim. Bir hiperaktiv uşağın rollu oyunda iştirakı. Rollu oyunun özü də kinestetik öyrənmədir. Rollu oyun özündə uşaq onun iştirakçısı olur. O rola toxunur, rolu öz emosiyaları ilə təqdim edir. Bu da kinestetik gedir. Onu ifa edən də kinestetikdə gedir. Çünki o işi özü görür, özü yerinə yetirir. Qırx üçdən sonra 43-dən sonra sualı olan varmı? Xeyr, məndə yoxdur. Xeyr. Aha. Deməli, müəllimlər, biz Müəllim, bəli, müəllim üzr istəyirəm. Mən keçən dərs axırında qoşula bilmədim dərsin. Bir dənə 20-yə yaxın yerə baxa bilərik, bir sual verərdim. 20-yə yaxın. Biz keçən 17 dərsin video izahını biz yerləşdirmişik. Həmin testi izah etməmişik biz. 17 idi mən. Tamam, bircə dəqiqə. 17-ni təqdim edəcəyəm. Əla. Uyğunluq bizdən istəyir. Nəticə, qiymətləndirmə proses. Düzdür. İndi biz baxaq. Ümumiyyətlə, qiymətləndirmədən sonraki müzakirə qiymətləndirməyə aiddir. Yəni, A ikinciyə aiddir. Şagirdin təqdimatı isə nəticəyə aiddir. Yəni, 1-ə aiddir, B bəndi. Demək, 1-ə B-dir, 2-yə A-dır. Müəllimin çatdırmasıdakı prosesdir, 3-ə də C. 17-də cavab olacaq A bəndi. Siz nə yazmışdınız? Mən D götürmüşəm müəllim. 1-ə C götürmüşsünüz. Bax, sizdə elə bu səhvlər hamısı standart eyni səhvlərdir əslində. Baxın, biz nə dedik? Müəllimin təqdimatı, dərsin izahıdır, filandır, bu hamısı aiddir. Deməli, proses hissəsinə. Şagirdin təqdimatı nəticə hissəsidir. Qiymətləndirmədən sonraki rəyin verilməsi, qərarın verilməsi hamısı gedir qiymətləndirmə hissəsinə. Evet. Siz nəticəni, yəni müəllimin nəticəsi kimi çatdırmısınız və sizdə problem buna görə yaranır. Biz burada müəllimdən danışmırıq əslində. Yəni, nəticə yalnız şagirdin nəticəsidir. Biz müəllimin nəticəsini qəbul edəmirik bu məsələdə. Müəllimin rolu bir prosesdə o olur, bir də məzmunda ola bilir. Müəllimin rolu ikisindədir, şagirdin rolu da nəticədə. Bəli. Aydındır müəllim, çox sağ olun. Təşəkkür. Kimin sualı qaldı mövzu ilə bağlı? Mən testlə bağlı sualım yoxdur, amma bir dənə bir problem var. Bu oxuyub yazaraqla audialda belə Bəli. baxanda ayrılıq olur. Amma bax, hər ikisi eşidir. Ben bircə dənə onu ayıra bilmirəm. Hər ikisi eşidir. Düzdür, biri Aha. qeyd atır, biri səsli düşünür. Bəli. Fərqləri, biri məsəl üçün Aha. oxumağa meyillidir, biri müzakirəyə meyillidir. Amma Müəllimə, hər ikisi eşidir də sonunda.
Bəli, müəllimə, könül istər ki, testi yazan müəllim orada dinləyib yox, oxuyub yazsaydı daha doğru olardı. Amma orada əlavə olaraq bir proses var. Yəni hədəfi yazmağa yönləndirir. Qeydlər aparmaq yazmağın sinonimi olduğuna görə yazmaq məsələsi olanda audial gündəmdən düşür. Yəni dinləyib başa düşən adamla qeyd aparıb başa düşən adam eyni öyrənmə tərzində deyil. O məsələ budur. Qeyd aparmaq bir yazaraq aid olur. Bəli. Qələm olmasa, məsəl üçün, bəzən əlimdə qələm olmasa fikrə bilmirəm. Yəni onun şəklini çəkməliyəm ki, bir prosesi. Onu başa düşürəm, məsəl üçün, məsələ həll edirəm, mütləq şəkildə onun təsvirini çəkməliyəm. Amma ki, bir məsələ var, bu səsli qeydlər aparmaq mənə belə qövur şəkildə çıxacaq, amma dəqiq səsli qeydləri necə aparmaq olar? Hə, başa düşdüm. Bunu biz belə başa düşə bilərik. Hesab edin, siz mühazirə dərsindəsiniz. Müəllim mühazirə oxuyur sizin üçün. Siz mühazirəni yadda saxlamaq bilirsiniz ki, dinləməklə əmələ gələ bilməz və siz özünüz üçün müəyyən qeydlər aparırsınız. Həmin qeydlər onu göstərir ki, siz dinləməklə yanaşı yazaraq öyrənməni təmin eləmiş olursunuz. Yəni, mən sizi başa düşürəm. Məsələn, siz fikirləşirsiniz ki, elə adam var ki, dinləyəndə özü üçün yazır, bu niyə oxuyub yazarağa aid olur? Bunu siz düşünürsünüz. Amma biz bu testlərdə, yəni bütün testləri analiz edəndə biz görürük ki, orada qeydlər aparmaq məsələsi olanda audialı yaxın buraxmırlar. Qeydlər məsələsi olanda həmişə oxuyub yazarağı götürürlər. Amma dinləyib sözü də bizi çaşdıra bilir orada. Ancaq yəni bugünə qədər işlədiyim bütün testlərdə ümumi oxşar cəhət odur ki, yəni qeydlər söhbəti varsa, oxuyub yazaraq öyrənməkdir. İndi bu ola bilsin ki, yəni mövzunun və ya testlərin tərcüməsindən yaranan bir şeydir. Ya da biz bu mövzunu yaradılanda, məsəl üçün, tərcümə zamanı bu nəzərə alınmıyor. Yəni, belə bəzi mövzular vardır ki, elə mövzu var ki, biz real həyatda gördüyümüz məna ilə kurikulumdakı məna eyni deyil. Yəni, bu fərqliliklər var. Amma biz bunu prosesə görə qəbul edirik ki, yəni burada sonluğa baxırıq. Təkcə əgər dinləsəydi, başqa heç bir şey eləməsəydi, biz audial götürərdik. Dinləyib, demək ki, dinləmək bunda güclü olmadığına görə bu həm də yazır. Demək, yazaraq burada daha çox təsir göstərir, aktuallaşır burada ona görə. Çox sağ olun. Axşamınız xeyir müəllim. Hər vaxtınız xeyir. Aynur müəllimə də qoşuldu. Qonaqları indi yola salmışam, üzrlü sayın. Narahat olmayın müəllimə. Sizdə neçə səhv çıxmışdı? 20-dən 35-ə gəlir. 21-də səhv çıxıb, bir də 34-də. Əslində ikisində izah eləmişdik. Bir daha da biz izah edə bilərik. Müəllimə, 21-də uyğunsuzluğu sizdən istəyir də. Doğruda yanlışı tapmalısınız, yanlışda doğrunu tapmalısınız. Ona fikir verməmişəm. İndi hələ siz deyəndə gördüm uyğunsuzluq sözünü. Tərsinə götürürük orada. 34-ə gəldikdə isə 34, aha. Deməli, müəllimə, biz demişik ki, əgər müəllim informasiyanı çatdırırsa, bu gedəcək məzmun. Yox, əgər şagirdin təqdimatından söhbət gedirsə, şagirdin təqdimatı ucu nəticəyə aiddir. Mən onu bilirəm, amma sadəcə burada müəllim verir deyə mən proses götürdüm. Yəni, uşaqlar hələ təqdim etməyib də, o mənada. Müəllim axı dərsi izah eləmir, siz proses götürürsünüz. İzahdan söhbət getmir. Şagird artıq öyrənib nəsə və onu təqdim edir. O zaman ona görə nəticə götürülür. Prosesi nəyə görə götürdüm? Dərsin düzgün qurulması mənasında ki, yəni müxtəlif mənbələr. Bu o proses deyil müəllim. Yəni bu bizim bildiyimiz dərs prosesi kimi başa düşmürük biz onu. Şagirdin belə deyim də fəaliyyətdə olması, yəni müəllim şagirdi fəaliyyətə cəlb edir, ona biz proses deyirik. Şagirdin təqdim etməsi isə fəaliyyətin sonu və nəticəsi olduğuna görə biz ona nəticə deyirik. Aydın, çox sağ olun. Təşəkkürlər. Gəldik belə, deməli, Aynur müəllimə də dərsə qoşulub. Onu da biz qeydiyyatımızı aparaq. Deməli belə, əgər əlavə hər hansısa bir sualınız yoxdursa, biz bir daha bunu qeyd edək ki, biz öyrənmə tərzləri ilə təlimdə diferensial yanaşma hissəsini artıq yekunlaşdırdıq. Yekunlaşdırmışıq bu hissəni.
Bu hissənin yekunu olaraq biz nə deyə bilərik? Öyrənmə tərzləri 4 cürdür. Audial, yəni eşidib öyrənir. Vizual, görüb öyrənir. Kinestetik, toxunub öyrənir. Oxuyub yazaraq öyrənmək isə özü üçün qeydlər aparmaqla öyrənir. Bu bizə nə üçün lazımdır? Biz şagirdlərimizi müəyyənləşdirməliyik ki, bu öyrənmə tərzlərindən hansındasa biri daha çox, birində hansı öyrənmə tərzi daha çox üstün ola bilər. Amma peşəkar müəllimlər nə edirlər? Çalışırlar ki, dərs zamanı eyni bir informasiyanı fürsət tapan kimi 4 formada da təqdim edə bilsinlər. Məsələn, siz deyək ki, Nəsrəddin Tusidən danışırsınızsa, Nəsrəddin Tusinin adını çəkəndə lövhədə Nəsrəddin Tusinin adını yazın. Bu, heç olmasa eşitməklə yanaşı, görmə də, vizual da təsir göstərsin. Və yaxud dərsin əsas yerlərini deyirsiniz ki, uşaqlar, zəhmət olmasa dəftərinizi açın, bu əsas qeydləri özü üçün yazın. Biz niyə belə edirik? Biz bilirik ki, şagird onu kitabdan da oxuya bilər də, məsəl üçün. Biz istəyirik ki, o yazsın. Çünki onda yazaraq öyrənmədə var axı. Oxuyub yazaraq öyrənmə. Bu da ona müsbət təsir göstərə bilər. Biz onu cəlb edirik. Deyək ki, elə uşaq var ki, dərsə dinləmək istəmir, heç də onun yadında qalmır. Bu uşağı mütləq prosesin içinə salmaq lazımdır. Məsələn, siz ona göstərsəz də onun xeyri yoxdur. O gərək özü toxunsun prosesə. Deməli, bu bizə imkan verir ki, nə olursa olsun, sinifdə əgər, belə deyim də, əqli cəhətdən, psixoloji cəhətdən sağlam insan varsa, biz onu artıq öyrədə bilərik. Bunun psixoloji cəhətdən problemi yoxdursa, ruhi cəhətdən sağlamdırsa, biz bu 4 dənə çeşid tərzdən istifadə etməklə istənilən şagirdi öyrədə bilərik. Və sonra biz nə ilə tanış olduq? Biz tanış olduq ki, diferensiallaşma fəal dərsdə 4 komponentdə özünü daha çox göstərir. İlk öncə müəllim evdə dərsi planlayanda ki, mən bu mövzunu sinifdə deyəcəyəm. Bu mövzu kimə ağır, kimə asan gələ bilər. Bu mövzunu deyimmi, deməyimmi? Həzmini düşünürsə evdə, sinifdə deyil. Biz buna deyirik məzmunda diferensiallaşdırma. Sinifə girdi, başladı uşaqlara məlumat verməyə, uşaqlara izah eləməyə, gah lövhədə yazdı, gah uca səslə dedi. Bu hələ izahatdır. Gah şagirdi cəlb etdi ki, gəl sən burada yaz, toxun bu prosesə. Bu nədir? Proses. Yəni, şagirdə izah etmədə əgər fərq qoyursa ki, bu şagird belə başa düşür, bu şagird bu cür başa düşür. Bu gedir proses. Şagird öyrəndikdən sonra, belə deyim də, öyrəndiyini necə təqdim edəcək, hansı formada təqdim edəcək, yekun addımı nədir? Bu gedir nəticə. Qiymətləndirmədə isə biz nə edirik? Qiymətləndirmə zamanı isə biz çalışırıq şagirdə fərdi şəkildə rəy bildirək. Konstruktiv rəy var, bilirik də bunu. Konstruktiv rəydə 4 dənə xüsusiyyət var da. Konstruktiv rəy spesifik olmalıdır ki, sən bu bacarığın səndə yaxşıdır. Həssaslıqla verilməlidir ki, şagirdin qəlbinə dəyməsin. Emosiyalarla bağlı olmamalıdır. Yəni, emosionallıqdan söhbət getmir orada. Rasionallığa biz qiymət veririk. 4-cü addım orada nədir? Yəni, vaxtında verilmə də bunun şərtidir. Və bir də məqsədə uyğun bu olmalıdır. Yəni, sənin məqsədin nədirsə, qiymətlərlə ona xidmət eləməlidir. Bunu qorumaq şərti ilə hər bir şagirdə ayrı-ayrı rəy bildirməyimiz o deməkdir ki, biz diferensiallaşmaya əməl edirik. Elə insanlar çox həssasdır. Biz ona ehtiyatla davranmalıyıq. Elə insan var ki, çox həssas deyil. Normal şəkildə çatdıra bilərik. Yəni, insanlara həssaslıqla yanaşmaq, o yekunda da, rəy bildirəndə də, qiymətləndirmə müzakirələrində də öz rolunu oynayır. Bu mövzu ilə bağlı kimin sualı var diferensiallaşma ilə bağlı? Kimənə aydın deyil? Biz eyni zamanda keçən dərsimizdə diferensiallaşmadan sonra biz nə keçdik? Təlim modelləri ilə tanış olduq. Bu təlim modelləri içərisində biz nələri gördük? Biz gördük ki, təlim modelləri içərisində deməli müəyyən hissələr var. Bu hissələr nələrdir? Sinxron öyrənmə var, asinxron öyrənmə var.
Sorğu və araşdırma əsaslı öyrənmə var, problem əsaslı öyrənmə var, layihə əsaslı öyrənmə var. Müəllim, bir sual Bəli. verə bilərəm, üzr istəyirəm. Aha, buyurun. Bizim bu dəqiqə tədris elədiyimiz sinxrondur da. Sizin bu dəqiqə tədris elədiyiniz, belə deyim Tədris də, yox, bu dəqiqə hal-hazırda bu dəqiqəki dərsimiz bu sinxrondur da. sinxrondur, bəli. Siz mənə sual verirsiniz, mən də eyni bir zamanda cavab verə bilirəmsə, bu sinxron gedir. Mən sizə Həm də səs vahid atıram, cədvəlimiz var da. vahid zamanda, vahid cədvəl deməyək, vahid zamanda deyək. Hə, vahid zaman. Məsələn, mən bayaq bəyi müəlliməyə dedim ki, mən sizə YouTube linkini atacağam, o materialı izləyərsiniz. Bu artıq asinxrondur. Niyə? Çünki bəyi müəllim növbəti dərsimizə qədərki dövrdə istəsə sabah onu izləyər, istəsə bugün onu izləyər. Yəni, o zamanı mən onun üçün təyin eləmirəm. Sadəcə mənə bir dənə lazımdır ki, növbəti dərsə qədər izləsin. Bilik və fəaliyyətin növlərini orada öyrənsin. Hibrid nədir? Mən bir dəfə sizə video atıram, bir dəfə sizdən canlı görüşürəm. Bir dəfə video atıram, bir dəfə canlı görüşürəm. Burada sinxronla asinxron birləşir, olur hibrid. Hibrid avtomobillər var. Niyə ona hibrid deyilir? Gah benzin yandırır, gah elektrik yandırır. Gah benzin, gah elektrik. Ona görə hibriddir ki, hər ikisindən istifadə edir. Aydın oldu mu bu məsələ? Aha. Keçən dəfəki mövzu düzdür. Mən onu sizə video şəklində də izah elədim qismən. Əsas hissələrini izah elədim və sizə tapşırmışdım ki, o modeli diqqətlə, yəni kitabdan oxuyarsınız. Kimlər kitabı oxuyub başa düşməyib? Kitabda bir neçə səhifədən ibarətdir, geniş izah olunurdu. Bu bizə lazımdır, geniş izahla tanışmaq bizə lazımdır. Çünki biz bu situasiyaları dərk edəndə bu bizə köməkli göstərəcək. Amma mən onu sizə izah eləyəndə qısa, konkret şəkildə bölgü eləmişdim ki, o daha sizə uyğun ola bilərdi. Buyurun. Kitabda var oyun əsaslı, layihə əsaslı, bir də problem yönümlü, bir də birbaşa təlim var. Aha, birbaşa təlimi mən sizə orada izah elədim. Köhnə model var idi, birbaşa tədris. O, müəllim yönümlü model kimi köhnə modelidir. Ancaq birbaşa təlim isə müasir dövrdə həyata keçirilən müasir modeldir. Birbaşa təlimin sadəcə bir fəlsəfəsi var. Hər kəs öyrənə bilər. Bu söhbət əslində Sovet dövründə yaranıb, 1960-cı illərdə ortaya çıxır. Bu o deməkdir ki, müəllim şagirdə yaxınlaşanda heç vaxt düşünməməlidir ki, bu öyrənə bilən şagirddir, yoxsa öyrənə bilməyən şagirddir. Sadəcə bunu fikirləşməlidir ki, hər kəs öyrənə bilər. Bu yanaşmaya deyilir birbaşa təlimin fəlsəfəsi. İndi bunun daxilində də müəllim sadəcə belə deyim də, xüsusi addımlar həyata keçirməlidir ki, zəif öyrənən şagirdlərlə güclü öyrənən şagirdlərin hamısına informasiyanı çatdıra bilsin. İndi burada yazılan hissələrin çoxu yəni test üçün yazılmayıb, ümumi dünya görüşü yazılıb. Amma ümumi mənada birbaşa təlim odur ki, yəni hər kəsə nəsə öyrətmək mümkündür. Hər bir şagird öyrənə biləndir. Bu prinsipə, yəni Rosenstein'in təlim prinsipləri də buna deyilir, birbaşa təlim adlanır bu. Siz oxumusunuzmu həmin hissəni, birbaşa təlim hissəsini? Yoxsa videoda baxmışsınız təkcə? Mən time-la oxudum, videoya da baxdım, sizin izah edəcəm. Bəli, yəni orada fəlsəfənin bir neçə hissəsi var. Bütün şagirdlər öyrədilə bilər. Bütün şagirdlər akademik və özgüvən baxımından inkişaf edə bilər. Təlim elə təşkil olunmalıdır ki, şagirdlərin öyrənilən məlumatları yanlış anlaması ehtimalı azaldılsın və təlimin effektivliyi gücləndirilsin. Bu şəkildə, yəni bu 3 dənə hissə üzərindən bu həyata keçirilir. Bir də müəllimlə bir neçə saniyə sonra bizim ilk 40 dəqiqəmiz yekunlaşacaq. Ondan sonra 10 dəqiqə fasiləmiz olacaq və ondan sonra isə bizim izahlarımız olacaq. 10 dəqiqə fasiləni siz də dəyərləndirə bilərsiniz. Kimin sualı varsa, növbəti 40 dəqiqə başlayan kimi sualını verə bilər. Yaxşımı? O zaman hələlik deyirik sizə, birazdan görüşmək ümidi ilə.